kirayədə qalırsınızsa və ya kirayəyə ev vermisinizsə, gələn ildən başlayaraq YAP hökuməti sizin buna görə 10% vergi ödəmənizi istəyir. Biz Respublikaçı Alternativ Partiyası əlbəttə bu vergiyə qarşıyıq, ona qarşı səs verəcəyik, amma parlamentdə cəmi bir səsimiz var. YAP hökumətinin ümumiyyətlə ağlına da gəlmir ki, insanlar arasında heç də hər ünsiyyət ilk növbədə və mütləq iqtisadi münasibət deyil. Evin, mənzilin kirayəsi, dostluq, yoldaşlıq, sevgililik, qohumluq və digər şəxsi bağlarla iqtisadi münasibətlərin sərhədində yerləşən bir sahədir. Yəni, sırf iqtisadi sahə deyil. Ucdan tutma, hər kəsə 10% vergi yükləmək olmaz. Dövlət öz həddini bilməlidir ki, hörmətini də saxlaya bilsin. Ümumiyyətlə, dövlətin bəyəm hər şəxsi münasibətdən xəbəri olmalıdır. Xeyr, sabah biri öz evini dostuna, qohumuna, bazardakından ucuz qiymətə kirayə verəcək, tutalım. Dövlət nə edəcək? Gəlib bunun başın üstünü kəstirəcək ki, yox, sən bu evi bu qiymətə verə bilməzsən, sən sadəcə vergidən yayınmaqdan ötürü qiyməti belə aşağı səviyyədə yazdırmısan. Gömrükdəki o qiymət rəsmiləşdirmə davasını və rüşvəti indi burada köçürmək istəyirsiniz. Bundan başqa, kirayədən əldə edilən o kiçik gəlir var, ha. Onsuz da o, sonra marketdə istehlaka xərclənir. Bu zaman dövlət həmin xərcdən 18%-ə qədər əlavə dəyər vergisi də yığır. Tabi dövlət kasıbların və orta sinifin eyni pulundan nə qədər vergi yığmaq fikrindədir. Biz Real Partiyası olaraq bu vergiyə qəti qarşıyıq. Çünki bu vergi həm kirayəçiyə, həm ev sahibinə, həm iqtisadiyyata, həm də dövlətin hörməti üçün zərərlidir.